Burada idrak geçen dəfə mikrofonu verdim və təvəzzökarlıqla dedi ki, yox, mən yox. Bunun səbəbi nədir görəsən? Mikrofon var əlində. Mikrofon var, bəli, ötürmüşəm artıq. Dedim, nəyə gəlmişsən? Özü tanıdacaqsan ki, sənə... Reklama gəlib, bu deyəsən. Hə, axı idrak... Bunu reklama gəlib, mən şübhələnirəm bundan, hə? Müğənnidir. Müğənnidir, müğənni o gündə oxudu elədi, indi belə pis yaxşı oxuyur. O gündə deyirdi ki, məni deyirdi bayram konsertinə sal. Gəldi mənə dedi ki, mən bayram konsertinə salmamışsınız. Dedim, valla... Biz indi səni evləndirək, yoxsa belə promotion eləyək? Mən tam işləyim. Hə, işləyir. Birinci gələndə qeyd etdim ki, mən bura ciddi olaraq... Əsası odur ki, sizin səmiyyətinizə inanıb gəlmişəm. Biz də sənin səmimiyyətinə inanıb səni buraxmışıq da verilişə, idrak. Biz birimizə inanmışıq. Buyur qardaşım, buyur. Təxəllüsü də səsli, yəni ki, mənim amma eynəyi biraz yekədir, mənə elə gəlir. Üzüm belə kiçikdir, amma eynək çox yekə görünür, yoxsa belə dəbdir. Gələndə eynək seçəndə biz sizdən məsləhət alarıq. Yox, mənimlə məsləhət eləməyə ehtiyac yoxdur. Əgər sənə belə xoşdursa, əcəb eləyib taxmısan. Buyur. Danış özündən. 26 yaşa keçmişəm, demək, martın 10-da, təzə. Necə xanım istədiyimdə dedim də, yəni ki... Həmən deyim də əvəzinə. Ağlaya bilsin o xanım. Necə ağlaya bilsin? Mütləq ağlamağı lazımdır o xanımın ki, idrakin fikrini cəlb eləsin. Sivil qaydalara... Sivil qaydada birlikdə insan ağlamalıdır. Yox, yəni ki, bir-birinizin fikrinə hörmətlə, bu mənim prinsiplərimdir. Ki, qadın mütləq ağlamalıdır. Xeyr, mən ağlamalı demədim. Mən dedim ki, xanım, bəli, duygusal olmalıdır. Romantik bir xanım olsun. Sevgidən ağlamalı. Sevgidən göz yaşı töksün. Yəni ki, bunu anlayanlar mənasını yəni ki, anlayanlar. Tabaq elə bir xanıma idrak. Gərək sən onu həddə çatdırasan ki, o sevgidən göz yaşı töksün. Bu bilirsən. Hər şey səndən asıldır. Bilirsən, bu nədən irəli gəlir? Bu evdə pişməyib qonşuna gəlir. Yox, mən sənə deyim, bu nədən əmələ gəlir. Bu demək müğənnidir. Bu öz-özündə fantaziyalar qurur ki, bu səhnəyə çıxır, xanımlar ağlayırlar. Nə bilim, özlərini öldürürlər. Hansı xanım hönkür-hönkür qışqırır. İdrak, reklamlar ayırıq. Və idrakda qaldıq. Necə ağlamalıdır? Bu ağılar filanlar var da. Ola ki, sözümü şeirlə bitireyim. Nə oxursun sən? Bir şeir yazmışam mən. Kimə həsr eləmişsən? Kimə həsr Şeir də eləmişsən? yazım, nə gözəl. Bir məhəbbət istərəm. Yox, elə bir icazə al. Nə bu şeir demək olar? Cavab ver. Sözümü şeirlə təsdiqləyim də, yəni ki, bitirim sözü. Deyirsən, indi oxumaqla qızları ağlada bilməyib, istəyir şeir oxumaqla. Şeir oxumaqla ağlatsın. Heç kimə həsr olunmuyub. Qıza həsr olunmuyub. Bir də qıza həsr olunub. Hansı qıza? Mikrofonla danış da. Dediyim sözə həsr olunub. Mikrofonla danış. Necə? Dediyim sözə. Kəlməyə. Yox, bu hansısa bir xanıma həsr eləmişsən bu şeiri? Mən bunu oxuyum, siz dinləyirsiniz. O xanım toyosundadır, yoxsa kənardadır? İdrak, sualımıza cavab ver də. Talibə də. Gələcək. Sənə ki, kim çıxacaq talibə? Suallara idrak cavab aydın oldu. Buyur. Bizdə versiniz. Buyur. Gəl, burada. Gəl, yayıqlarımızı çıxar, yaylığı çıxar, mən də çıxardıram. Aha, başla. Bir məhəbbət istərəm, məhəbbətdə vəfa olsun. Bir məhəbbət istərəm, keçirdiyim o günləri, həsrət dolu dünənləri bir dəfəlik unuttursun. Bir məhəbbət istərəm, sevgi dolu gəncliyimi, xəyalımı, ümidimi ondan geri istərəm. Bir məhəbbət istərəm. Bir məhəbbət istərəm, özü mənə həmdəm olsun. Bir məhəbbət istərəm, sevgidən göz yaşı töksün. Mən sevgidən doğulmuşam, eşqdir mənim ruhum, qidam. Yarandığım gündən bəri sevgi ilə yaşayıram. Mənim sevgim əbədidir, günəş kimi o göydədir. O təmizdir, gül kimidir. Mən sevgidən yaşayıram. Yaxşı, sevgim göydədir deyəndə sən neyi nəzərdə tutmuşsan? Necə sevgim mənim göylərdədir? Və hətta deyəndə ki, mənim gəncliyimi mənə qaytarsın, özü çoxmu yaşlı hiss edirsən, idrak? Qayfiyə də yoxdur, bax orada. Deyirəm ki, birinci, ikinci kupleti yaxşı idi. Var idi, logika var idi. İndi gör, onun Natavan xanım burada necə deyərdi. Bütün millət ağlayardı hamısı. Belə şeir deyərlər. Sən Natavan xanımla mən xahiş edib, bir-iki gün gəl onun yanına, gör şeiri necə deyərlər. Masterclass geçsin sənə. Mikrofonla de, hə? Musiqi olsa mən yaxşı. Musiqini qoyduq bir kənara. Bu, sən gərək bunu, onlar bəzəmə musiqiçinin öz işidir. Yaxşı. İndi bax, deyirsən ki, belə bir xanım olsun, mənim üçün ağlasın, gəlsin, baxsın mənə, göz yaşı töksün. Amma gərək sən nələrisə çıxardasan ortaya, nələrsə olsun ki, o xanım... Əgər o sevgi təmiz sevgidirsə, səmimi, yəni ki, səmimi sevgi, düzgün sevgidirsə, orada göz yaşı olmalıdır, mənim zənnimcə. Bu, mənim prinsiplərimdir. Aydındır. Bax, indi mən sənə bir söz deyim. Bax, burada bir dənə cavan oğlan görəm, Elmir Qəhrəmanov. Tanıyırsan mı?
bilmirəm. O vaxtı musiqi yarışmasının iştirakçısıdır Elmir. Məsəl üçün, o doğrudan da çox istedadlı, çox yaxşı oxuyurdu, ürəkdən oxuyurdu həqiqətən də. Bax, oxuyanda məsəl üçün mən görmüşdüm xanımlar necə ağlayırdılar. Mən şəxsən görmüşdüm onu. İndirak şeirlə bizi ağlada bilmirdi. Hardasan?